Salam, bugün mən sizə 2025-ci il test toplusu 1-ci hissə səhifə 5-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını, video dərsləri YouTube kanalıma yükləmişəm, YouTube-a yükləmişəm. Kanala abunə olub həmən video dərslərə baxa bilərsiniz. Kanala abunə olmaq ödənişsizdir, onu qeyd edim. Məsələ 14-ə baxaq. Məsələ 14-ün izahını vermişdim. Məsələ 15-ə baxaq. Miqyası məlum olmayan xəritədə 40 dərəcə və 44 dərəcə şimal enliklərində yerləşən məntəqələr arasındakı ən qısa məsafə 22,2 sm-dir. Bu xəritənin xətti miqyasını müəyyən edin. Keçən video dərslərdə miqyas haqqında məlumat vermişdim. Bu video dərsdə qısa məlumat verək. Biz bilirik ki, yer səthində olan əraziləri kartoqrafik təsvir etmək üçün ilk növbədə kiçiltmək lazımdır. Həmən onların ölçülərini kiçiltmək lazımdır və bunun üçün biz miqyasdan istifadə edirik. Miqyas kartoqrafik təsvirlərdə həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərir və 3 yerə bölünür: ədədi adsız, izahlı adlı və xətti qrafik miqyasa bölünür. Ədədi miqyas nəyə deyilir? Ədədi miqyas sürəti vahid, məxrəci isə coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən yuvarlaq ədəddən ibarət kəsirlərdir. Fikir versək, burada aydın göstərilmişdir. Məxrəcdəki ədəd miqyasın kəmiyyəti hesab olunur. İzahlı miqyas da nə deyilir? İzahlı miqyas ədədi miqyasın izahlı formasıdır və 1 sm-ə bir neçə metr və ya kilometrin uyğun gəldiyi göstərilir. Xətti miqyas nəyə deyilir? Xətti miqyas qrafik ifadəsidir. Yəni miqyasın qrafik ifadəsi xətti miqyasdır. Və demək ki, xətti miqyasa əsasən planda və xəritədə məsafələr pərgarla ölçülüb həqiqi məsafə təyin edilir. Baxın, burada aydın göstərilir. Misal üçün qeyd edə bilərik. 1 sm-də 50 metr. Baxın, xəttidə bu cür ifadə olunur. 1 sm-də 100 metr. Fikir versək. 1 sm-də 100 metr, xəttidə bu cür göstərilir. 1 sm-də 2 kilometr. 1 sm-də 2 kilometr. Baxın, xəttidə bu cürdür. 1 sm-də 35 metr. Baxın, 35 kilometr. Fikir versək, baxın, burada yazıya fikir versək, 1 sm-də 35 kilometr və s. Bu oldu bizim miqyasımız. Bir də var horizontallar haqqında da məlumat verək. Horizontallar nəyə deyilir? Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən əyri xətlərdir. Horizontallar həm də izohips adlanır. Kəsmə yüksəklik nəyə deyilir? Qonşu horizontallar arasındakı hündürlük fərqidir. Fikir versək, qonşu horizontallar arasındakı hündürlük fərqidir. Xarici horizontal, daxili horizontal, meyilli yamac, mütləq hündürlük və bir də berg ştrixlər. Berg ştrixlər fikir versək nəyə deyilir? Berg ştrixlər horizontallara perpendikulyar çəkilmiş, yamacın eniş və səth sularının axın istiqamətini göstərən qısa xətlərdir. Berg ştrixlərin istiqaməti relyefin qabarıq və ya çökək olmasını müəyyən etməyə imkan yaradır. Əgər berg ştrixlər çörək tərəf çəkilirsə, deməli biz yüksəkliyi göstərir. Bu horizontal yüksəkliyi göstərir və berg ştrixlər daxilə doğru çəkilirsə, deməli bu horizontal çökəkliyi göstərir. Və yamacın meyilliyi, buna qeyd edək. Horizontal xətlərinin daha sıx keçdiyi yerdə yamac daha meyilli, dik, fikir versək, daha sıx çəkilmişdir horizontallar. Və seyrək keçdiyi yerlərdə isə az meyillidir. Fikir versək, horizontallar arasında məsafə böyükdür. Və indi məsələmizin izahını verək ki, və meridianlar paralel haqqında məlumat verək. Paralellər nəyə deyilir? Paralellər
Biz bilirik ki, yer kürə formasındadır və ona görə də ekvatordan ən böyük çevrəmiz bizim ekvator xəttidir. Ekvatordan şimala doğru və ekvatordan cənuba doğru getdikcə paralellər çəkilir və paralel şəkildə çəkilən çevrələr paralellər adlanır və bu paralellərin məsafələri dəyişir. Ölçüləri, yəni məsafələr dəyişir. Həm ekvatordan şimala doğru, həm də ekvatordan cənub qütbünə doğru, şimal qütbünə doğru məsafələr dəyişir. Misal üçün, əgər biz baxın bu ölçülərə baxsaq, paralel çevrələrinin dərəcələri burada verilmişdir. 1 dərəcəlik qövsün uzunluğu verilmişdir. Rəqəmlərə fikir versək, şimal və cənub qütblərinə doğru məsafə azalır. Çünki yer kürə formasındadır. Perpendikulyar çəkilən xətlər isə, yəni ekvatora perpendikulyar çəkilən xətlərə isə meridianlar deyilir. Meridianlar ölçüləri, yəni bütün meridianların ölçüləri bir-birinə bərabərdir və meridianlar coğrafi qütblərdən keçir. Greenwich meridianına fikir versək, Greenwich meridianı başlanğıc meridianı hesab olunur. Başlanğıc meridiandan fikir versək, yəni Greenwich meridianından 180 dərəcəlik meridiana qədər olan məsafə şərq yarımkürəsi. Artıq 180 dərəcəlik meridiandan qərbə doğru hərəkət ediriksə, biz bilirik ki, çevrə demək tam çevrə 360 dərəcəyə bölünür. Yəni 180 dərəcə 0 dərəcədən 180 dərəcəyə qədər olan məsafə şərq yarımkürəsi. 180 dərəcədən axır dönürük, yenə də qərb yarımkürəsinə tərəf dönüb 0-cı meridiana çatdıqda isə, yəni 24-cü saat qurşağına çatdıq isə məsafə qərb yarımkürəsi adlanır. Və məsələmizin həllinə baxaq. Növbəti məsələlərdə daha aydın izahları veriləcək. Miqyası məlum olmayan xəritədə 40 dərəcə və 44 dərəcə şimal enliklərində yerləşən məntəqələr arasında ki, ən qısa məsafə 22,2 sm-dir. Bu xəritənin xətti miqyasını müəyyən edin. Əgər qeyd edirsə, 40 dərəcə şimal enliyi və 44 dərəcə şimal enliyi arasında deyirsə və meridian xətti üzrə deyirsə, biz demək onlar arasındakı dərəcə fərqini tapırıq. Dərəcə fərqi 4 dərəcədir. 40 dərəcə şimal enliyi ilə 44 dərəcə şimal enliyi arasında dərəcə fərqi 44 dərəcədir. Və biz meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. Biz bunu bu qanuna uyğunluğu artıq bilirik. Və qeyd edir ki, həmin 4 dərəcəni biz kilometrə çeviririk. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdirsə, 4 dərəcə x buradan tapırıq 444 kilometr. Yəni 44 dərəcə şimal enliyi ilə 40 dərəcə şimal enliyi ilə 44 dərəcə şimal enliyi arasında meridian xətti üzrə hərəkət ediriksə, məsafə 444 kilometr olar. Yəni həqiqi məsafəmiz 444 kilometrdir. Xəritədəki məsafə 22,2 sm-dirsə, biz miqyas tapmaq istəyirik. Miqyası tapaq. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Burada rəqəmləri yerinə qoyub tapırıq 20 kilometrdir. Yəni izahlı qeyd ediriksə 1 sm-də 20 kilometrdirsə, biz adlı miqyasa, yəni izahlı miqyasa çeviririksə, əgər bizdə kilometrdirsə, biz bunu 100 minə vururuq. 100 minə vuranda fikir versək, birin 2 milyona olan nisbətli xəritə qeyd edir. Yəni ədədi xəritəni biz burada qeyd edirik. Bizdən xətti miqyası soruşursa, fikir versək, rəqəmlərə fikir versək, kilometr 1 sm-də 20 kilometr. Baxın, 1 sm-də 20 kilometr. Burada doğru cavabımız A variantında düzgün verilmişdir. 2. 1 sm-də 20 kilometr. 1 sm-də 20 kilometr. 2 sm-də 20 kilometr. 1 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 sm-də 20 kilometr. 1
Məsələ 16-ya baxaq. Horizontallara aid məsələdir. Sxemdə verilmiş relyef formasını və kəsmə yüksəkliyi müəyyən edin. Berq ştrixlərə fikir verək və rəqəmlərə fikir verək. Burada berq ştrixlər göstərilmir, lakin rəqəmlər verilmişdir. Biz fikir versək, görərik ki, bizə çökəklik təsvir olunmuşdur. Rəqəmlərə baxaq, görürük ki, çökəklik təsvir olunmuşdur. 43 metr ilə 27 metr arasında məsafə, yəni hündürlük fərqi 16 metrdirsə və onlar arasında təqribi 3 kəsmə yüksəklik varsa, onu 3-ə bölürük, təqribi 5 metri almış oluruq və bizim təsvirimiz çökəklik 5 metr. Burada doğru cavab D variantında düzgün verilmişdir. Bizdən metrlə soruşur. Növbəti məsələmiz 17 nömrəli məsələdir. Burada artıq rəqəmlər verilmişdir. İki horizontal arasında 370 metr, 340 metr. Məsələnin şərtinə baxaq. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Fikir verək. Bayaq qeyd etdik, əgər horizontallar bir-birinə yaxındırsa, deməli, həmən ərazidə yamac daha dikdir, yəni meyillik daha çoxdur. Fikir versək, daha çoxdur. Ona görə həmən ərazi, yəni cənub-qərb hissə daha meyillidir, yəni daha dikdir. Və bizdən soruşur horizontallara əsasən dağın dik yamacı və kəsmə yüksəkliyi. Kəsmə yüksəkliyi də tapmaq üçün biz nə edirdik? 370-dən 340-ı çıxırıq. Buradan tapırıq 30 və 30-u da bölürük 3-ə. Çünki baxın, bu iki horizontal arasında 3 dənə kəsmə yüksəklik vardır. Kəsmə yüksəkliklərin sayına bölürük, tapırıq 10. 30-u da 3-ə böləndə 10 metri tapmış oluruq. Deməli, cənub-qərb hissə daha dik meyillidir və kəsmə yüksəkliyin hündürlüyü 10 metr olar. Və məsələ 18-ə baxaq. 18-də nə deyir? Xətti miqyaslı. Baxın, burada xətti miqyaslı xəritə verilir. Burada 1 santimetrdə 125 kilometr qeyd edir. Miqyasımızı tapırıq. A və B məntəqələri arasındakı məsafə 8 santimetrdir. Digər xəritələrdə bu məsafələr, məntəqələr arasındakı məsafə 10 santimetrdir. İkinci xəritənin miqyasını müəyyən edin. Birinci xəritədə qeyd edir ki, məsafə 8 santimetrdir. Yəni, xəritədəki məsafə 8 santimetrdir. Miqyasımız 125 kilometrdir. Həqiqi məsafəni tapmaq istəyiriksə, biz miqyası xəritədəki məsafəyə vurub tapırıq həqiqi məsafəmizə 1000 kilometri. İkinci xəritədəki məsafə qeyd edir ki, 10 santimetrdir. Bizə qeyd edir 10 santimetrdir. Fikir versək 10 santimetrdir. Ona görə də həqiqi məsafəni tapırıq 1000 kilometri. İkinci xəritədəki məsafə 10 santimetrdir. Miqyası tapırıq. Buradan həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Buradan tapırıq miqyasımız 1 santimetrdə 100 kilometri tapmış oluruq və izahlı miqyasa çeviririk. Burada 100 minə vururuq. Tapırıq 1-in 10 milyona olan nisbətli xəritə. Burada doğru cavab Y variantında düzgün verilmişdir. Məsələ 19-a baxaq. Yer səthində A və B nöqtələri arasındakı məsafə 2400 kilometrdir. Bu məsafə xətti miqyaslı, yəni 1 santimetrdə 200 kilometr olan xəritədə neçə santimetrdir? Yenə də həqiqi məsafəmiz verilmişdir. 2400 kilometr, miqyasımız 200 kilometr. Xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük və tapırıq 12 santimetri tapmış oluruq. Məsələ 20-yə baxaq. Miqyası 1 bölünsün 800 min olan xəritədə iki məntəqə arasında məsafə 7,5 santimetrdir. Məntəqələr arasındakı həqiqi məsafəni hesablayan, burada artıq həqiqi məsafəni hesablayırıq. Miqyasımız 8 kilometr. Baxın, buradakı rəqəmi 100 minə bölürük. Baxın, məxricdəki rəqəmi 100 minə bölürük və tapırıq 8 kilometr.
Xəritədəki məsafəmiz 7,5 sm. Həqiqi məsafəni tapmaq istəyiriksə, miqyası xəritədəki məsafəyə vurub 60 km tapmış oluruq. Həqiqi məsafəmiz olur 60 km. Məsələ 21-ə baxaq. Miqyası 1 bölünsün 500 min olan xəritədə iki şəhər arasındakı məsafə 45 sm-dir. Bu şəhərlər arasındakı həqiqi məsafəni hesablayın. Burada da yenə də miqyası çeviririk. Demək 5 kilometr tapırıq. Xəritədəki məsafə 45 sm. Həqiqi məsafə bərabərdir. Miqyas vurulsun xəritədəki məsafə. Buradan tapırıq 225 kilometri tapmış oluruq. Məsələ 22-yə baxaq. Miqyası 1 bölünsün 150 min olan xəritədə iki şəhər arasında məsafə 15 sm-dir. Bu şəhərlər arasında həqiqi məsafəni hesablayın. Burada da rəqəmləri yerinə qoyub tapırıq 22 demək 22,5 kilometri tapmış oluruq. Yəni həqiqi məsafəmiz 22,5 kilometr olar. Növbəti məsələyə baxaq. Məsələ 30-da hesablamalardır. Səhifə 6-dadır. Cədvəl verilmişdir. Cədvələ əsasən Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Gəncə şəhəri arasında məsafə santimetrlə verilmişdir və hansı xəritənin miqyası daha kiçikdir? Burada hesablamalar aparılır. Birinci məntəqədə, ikinci məntəqədə və Bakı ilə Gəncə şəhərinin coğrafi koordinatları verilmişdir. Bakı 50 dərəcə şərq uzunluğu, Gəncə 46 dərəcə şərq uzunluğunda yerləşir. Aralarında dərəcə fərqi 4 dərəcə və 4 dərəcəni də məsafəyə çevirəndə 341,6 kilometr edər. Və burada 3-cü məntəqədəki aldığımız miqyasın demək ölçüləri verilmişdir. 4-cü məntəqə və bir də 5-ci məntəqədə fikir versək, birinci məntəqədəki miqyasın 1 bölünsün 2.135.000 miqyaslı xəritə daha kiçik hesab olunar. Burada doğru cavab qeyd edir ki, bizdən hansı xəritənin miqyası daha kiçikdir? Yəni birinci xəritənin miqyası daha kiçik olar. Məsələ 42-yə baxaq. Miqyası 1 bölünsün 80 milyon olan birinci xəritədə A və B nöqtələr arasındakı məsafə 6 sm-dir. İkinci xəritədə isə həmin məsafə 4 sm-dir. İkinci xəritənin miqyasını hesablayın. Yenə də bayaqki kimi hesablayırıq. Miqyasımız 800 km, xəritədəki məsafə 6 sm, həqiqi məsafəni tapırıq 4800 km. İkinci xəritədə 4 sm miqyasımızı tapırıq. Demək, həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. 4800-ü 4-ə bölüb tapırıq 1200 km tapırıq. Yəni 1 sm-də 1200 km və izahlı miqyası da ədədi miqyasa çevirib tapırıq 1 bölünsün 120 milyona. Yəni 1-in 120 milyon olan nisbətindəki xəritə. Məsələ 43-ə baxaq. Kəsmə yüksəkliyi 20 metr olarsa, sxemdə verilmiş çökəkliyin dərinliyini müəyyən edin və fikir versək, dərinlikdə daxili horizontalın rəqəmi 20 metrdir. Əgər 20 metrdirsə və kəsmə yüksəklik 20 metrdirsə, daxili horizontal 20 metr, fikir versək 40 metr, 60 metr, 80 metr. Deməli, xarici horizontalın qiyməti 80 metr və sxemdə verilmiş çökəkliyin dərinliyini istəyir. 80 metr xarici horizontalın qiyməti 80 metrdirsə, 80 metrdən 10 metri çıxıb tapırıq 70 metri tapmış oluruq. Məsələ 45-ə baxaq. Miqyası 1 bölünsün 1.250.000 olan birinci xəritədə A və B nöqtələri arasındakı məsafə 37,5 cm bərabərdir.
İkinci xəritədə isə bu məsafə 75 sm-dir. İkinci xəritənin miqyasını müəyyən edin. Yenə də bayaqki kimi həll edərək miqyasımız 12,5 km, xəritədəki məsafə 37,5 sm, həqiqi məsafəni tapmaq istəyiriksə miqyası xəritədəki məsafəyə vurub tapırıq kilometrimizi, yəni həqiqi məsafəmizi tapmış oluruq. İkinci qeyd edir ki, ikinci xəritədəki məsafə 75 sm-dir, miqyas bərabərdir, həqiqi məsafə bölünsün. Xəritədəki məsafə rəqəmləri yerinə qoyub tapırıq miqyasımızı və izahlı miqyası 1 sm-də 6,25 km ədədi miqyasa, yəni adlı miqyasa çeviririk. Məsələ 46-ya baxaq. Miqyası demək, xəritə üzərində iki məntəqə arasında ki, məsafə 14 sm, yer səthində bu məsafə 3,5 km, xəritənin tərtib olunduğu xətti miqyası müəyyən edin. Xəritədəki məsafə 14 sm, həqiqi məsafə 3,5 sm. Buradan tapırıq miqyasımız, miqyasımızı tapırıq 0,25 km. 1 santimetrdə 0,25 km tapmış oluruq. Və ədədi miqyasa çeviririk. Buradan da tapırıq. Metrlə veririksə, 1 kilometrimiz 1000 metrdirsə, buradan tapırıq, x-imizi tapırıq, 0,25 km, x bərabərdir 250 metr. Yəni ki, 250, yəni 2 dənə 0 əlavə edirik, çünki metrlə istəyir. Məsələ 47-yə baxaq. Burada doğru cavabımız 250 metr olacaqdır. C variantında düzgün verilir. Yəni 1 santimetrdə 250 metr. Məsələ 47. Qatar şimaldan cənuba doğru meridian istiqamətində 1000 km yol getmişdir. Qatarın getdiyi məsafə 25 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu müəyyən edin. Həqiqi məsafəmizi verir 1000 kilometr, miqyasımız 250 kilometr. Xəritədəki məsafəni tapırıq, 4 santimetri tapmış oluruq.